Herkese salam değerli izleyiciler. Necəsiz? İnşallah ki hepiniz çok yaxşı olarsınız. Bugün yeni bir vloga başlamıştım. Başlıqdan da gördüğünüz kimi bu tamına bir məktəb, yəni dərs vlogudur. Yəni tam partladacağıq bugün dərslərdən bütün gün dərs yapacağız. Videoya baxmadan öncə ona like atırsınız və kanalıma da dəstək üçün abunə olursunuz. İnansanız dostlar, həmin gün o qədər dəhşət dərəcədə yorulmuşdum. Çünki həm kontent çəkmək, həm belə oturub dərs etmək biraz başım çox ağrıyırdı. Kanalımın da inkişaf ettiğini gördükçe adam daha da çekmeyi istəyir videolar. Ona görə elə əlim alıb telefonu nə gəldi çəkirəm dostlar. Çünki siz mənə həqiqətən də həddindən artıq çox motivasiya olursunuz. Buna görə sizlərə dərin təşəkkürümü bildirirəm. Dünənki gün 500 abunə olmuşduq və çox sevinirdim. Həqiqətən də elə dünənki gün axşamına qədər də 600 abunə də oldu və buna görə həqiqətən çox xoşbəxtəm. Bu dəstək artıq olsun, yəni istəyirəm ki 1000 abunəlik mənim ən böyük arzularımdan biridir. İnşallah sonra da daha da davam edəcəm. Artıq 600 abunəni də keçmişik, yəni sizlərə həqiqətən dərin təşəkkürümü bildirirəm. Çox sevinirəm buna görə, yəni bilmirəm necə sizə təşəkkür edirəm maksimum dərəcədə. Bu arada burada da gördüyünüz kimi riyaziyyat dərsi edirəm. Həqiqətən çox uzun çəkir riyaziyyat etmək. 25 dənə eləmişdim, yəni 9 illik timdən edirəm. Çünki 9-cu sinifəm, yəni riyaziyyatdan mən yüksək bal gözləyirəm. Müəllimim də məndən yüksək bal gözləyir. Ona görə istəyirəm ki, daha da yaxşı seçim olsun. Bir də ki, hər sinifini yazsın, maraqlıdır mənə. Hər birinizi cavablı yazacağam. Mükəmməl rəylər yazırsınız həqiqətən də. Buna görə çox sevinirəm. Hər dəfə fərqli gözəl rəylər gördükcə həqiqətən çox sevinirəm. Amma ki, elə insanlar var ki, onlar da pis rəylər də yazırlar. Buna görə özümə heç keyfimi pozmuram. Çünki yəni yazırlar, çünki hərənin bir cür istəyi, xəyalı var, hərə bir cür fikirləşir. Yəni bir də ki, artıq neçə dəfə də deyirəm ki, sual-cavab videosu üçün videolarımın altına olsun, yəni postlarımın altına olsun, suallarınızı yazın, hamısını bir eləyib axırda cavablayacağam. Özüm də deyirəm ki, kaşki bu qədər həqiqətən də tez yaza bilsəydim, yəni həqiqətən çox tez, çox təəssüflər olsun ki, bu mümkün deyil. Yəni bu qədər tez yazılır burada, bilmirəm neçə x'ə qoymuşam bunu, yəni bu videonu 22 dəqiqə, 21-22 dəqiqəlik video idi həqiqətən. Video yox, hətta indi bu riyaziyyat eləmə hissəsi çox uzun idi. 25 dənəsini 20-21 dəqiqə elədim yəni. Kanalımda başqa nə videolar görmək istəyirsinizsə, yəni mütləq onları rəylərin altına yazın. Mənə bir neçə adamlar yazırlar, yəni fikir, ideyalar verirlər. Təşəkkür edirəm ona hamısına. Və mütləq siz də öz ideyanızda nə varsa, yəni mənim kanalımda nə görmək istəyirsinizsə, mütləq hamısını yazın. Mən də çalışacağam, çəkəcəm sizlər üçün. Çünki artıq məktəb yaxınlaşır. Onu bilirəm ki, bizim beynimdə ideyalar var ki, hazırlıqlarımın ayın 25-i Azərbaycan dili hazırlığım başlayır və ayın 26-sı isə ingilis dili hazırlığım başlayır. Yəni onların mütləq hərəsində ayrı-ayrı vloqlar çəkəcəm. Nə edəcəmsə, nə etməyəcəmsə mütləq hamısını vloqlayacağam sizlər üçün. Buna görə dəstək olun mənə. Çünki mən də çalışıram ki, videolarım maraqsız olmasın, yəni daimi olaraq izləyəsiniz. Və görürəm ki, həqiqətən də unikal izləyicilərim daha da artır. Təşəkkür edirəm hər birinə. Mütləq bir dəqiqə abunə düyməsini də basmağı unutmayın. Bu arada kim bilmirsə, abunə olmaq tamamilə pulsuzdur. Həqiqətən də mütləq abunə olun, mənə dəstək olun. Deməli 50 dənəsini yazdım. 21 dəqiqədə çəkirəm, yəni indi gördüm də, yəni 50 dənəsini yazdım. Görüm nə edirəm, nə oldu? Necə edirik, nə edirik? Dostlar, deməli üzümə çox qəşəng bir çay süzdüm. Həm də ki, belə şors da çəkdim ki, tez əlim atdırmağa. Qəşəng bir şorsum olsun. İndicə də asacağam birazdan. Biraz dincəlim, yenə davam edəcəm dərslərimə. Dostlar, burada isə artıq yazıram ki, nə eləyəcəm başqa, yəni riyaziyyatdan başqalara. Bugün 3 nəfər işləyəcək videonun adından gördüyünüz kimi. Yəni hər üçün nə oxumalıyım onu yazıram buraya. Deməli dostlar, buraya yazmışam. Riyaziyyat yazdım 25 dənəsini. Bu heç deməli riyaziyyatımız bitdi. Keçirəm ana dilim təkrar hədəfdən. Çünki hazırda müəllimimiz artıq bizə mövzular verib ki, onları təkrarlayın. Ümumi, yəni baxış keçirin onlara. Sonra da fizika yeyəcəm, skalya və vektorial kəmitləri. Niyə məhz fizikanı məncə danışım. Əvvəllər blogerlər gec video atanda, mən də yəni izlədiyim blogerlər var idi. Gec video atanda mən çox əsəbləşirdim. Deyirdim ki, nə var, çək, bir dənə telefondan çəkirsən, sonra da ki, bir-iki dənə yerini düzəldirsən, sonra atırsan, cəmaət baxır da, yəni. Mən sevdiyim blogerlərə görə elə deyirdim. Yəni tez-tez vlog atmalarını istəyirdim. Amma ki, sonra gördüm ki, həqiqətən də özüm bloger olmağa başlayanda həqiqətən gördüm ki, yəni çox çətin bir mərhələdir, çox çətindir bunların hamısını eləmək.
Dostlar, Azərbaycan dilində belə bitirdim. Əsas o idi. İndi keçəcəm fizikaya. Canım ciyərim fizikama. Dostlar, gördüyünüz kimi gördüyünüz dediyim birazdan görəcəksiniz. Yəni fizikadan daha da işləmişəm. Çünki yəni onsuz da gündəlik olaraq hər gün mən fizika oxuyuram. Hər gün, yəni bir damcı bir şey də olsa oxuyuram, yeni bir şey öyrənirəm, yeni şeylər kəşf edirəm fizikadan. Mənim həyatımda bilmirəm nə vaxt vaz keçəcəm fizikadan, amma hələ o fikirdə deyiləm. Bəs sizin ən sevdiyiniz fən hansıdır dostlar? Mütləq rəylərdə yazın. Mən çox maraqlıram. Mən yəni ən sevdiyim fən fizikadır. Düzdür dostlar, mən də düşünürdüm ki, bununla kifayətlənir, amma bununla kifayətlənmədik. Mən ingilis dildə etdim. Həqiqətən özümü çox xoşbəxt edirdim ingilis dilində, çünki ingilis də sevdiyim fənlərin arasına daxildir. Yəni çox sevirəm ingilisini həqiqətən də belə.